Əhruz bəy, bura hansı kənddir? Ağdam rayonun Maksus kəndi. Burada dədənin poçtudur. Sağdakı. Dədənin müdür işlədiyi poçtu. Ay Maksud cəmaatı deyək. Gəlmişdik bura. Qəbirstanlığı abadlaşdıraq. O evləri təzə söküblər. Orada o Samirgilin evidir. O da bizim Ağdam rayon Maksudlu kəndi. İşğaldan azad edilib. Hal-hazırda. Yusuf var. Bura Falihin babası evidir. Bura bizim köhnə baxçıydı. Bu, dərsi baxsa o tərəf klub. Başıda kitabxanaydı. Klubda nə? Kino zad verirdilər. Kino verir. Bu kənd obşi küçələrə bölünür. İndi bu haran küçəsidir? Bura Bərxudar kişinin evləridir. Təpə məhlə? Başda təpə məhlə gedir. İşlədiyi poçt. Müdür olduğu poçt. Köküb dağıdıqlar, şərəfsizlər. Qaşqınçılıqda bura qaşqınlar gəldilər demişlər. Sonra Məsud müəllim vardı, məktəb direktoru getdi. Uşaqdından oxuyurdu. İkinci məktəb. Məktəbdə nəzərləmət yoxdur. Bu küçə hara gedir bu yol? Bu küçə sentr küçədir. Buradan bölünür siz tərəfə, biz tərəfə, çullar aralığı buradan belə. Talışlar, çullar aralığı. Bir də Tükazvanlıya gedən yol. Tükazvanlıya, Salam Əhliyə. Salam Əhliyə buradan gedir. Belə sonra, məktəbin dal tərəfə. Görsən əkib bitirmişlər dedi. Səfi kişi yerə yol gedir. Məktəbin başqa versiyası da bu da. Köhnə məktəbin adı. Bura Səfi əmrəmsə. Bura Ərşad kişinin evi. Allah rəhmət eləsin hamısına, ölənlərin, qalanlara da can sağlığı. Buralarda yetim var. Əşrəf dayıcının. Əşrəf gələr, bir otaqlı. Buralardan, ya buydu. Ya buydu. Buralardan bir yer var idi. Yolun qırağında. O ev ədalətin eviydi. Hansı ədalət? Bərxudar kişinin oğlu ədalətin evi olmalı. Orada o tərəfdəki ağ ev. Bəs o nədir ora? Ağ yer. O Bərxudar kişinin öz evi idi deyəsən. Oralar Samirgilin məhəlləsi. Buradan belə yol, İki yol ayrılır. Sağa gedir Tükazvanlıya, Talışlara, buradan da Çullar alır. Biz indi gedirik. Gedirik Çullar alır. Çullar. Bu Vidaşinin evidir. Vidaşinin dədə evidir. Bu ev kimin evidir? Bu ev ananın xalası gilin evi. Hansı xalası? Nazlı xalası vardı. Rəhmətlik Yusuf dayıgilin evi. Allah rəhmət eləsin. Onların evidir. Buralar hara? Bu ev, bu Vidaşgilin evidir. Rəhmətli Ocaq əmgilin. O tövlələrdir. Bu da rəhmətli Tağ babamgilin, Ədalət dayımgilin evidir. Bu Boran kişigilin evidir. Bu da qardaşigilin evidir. Adı yadımdan çıxdı. O rəhmətə gedib, o çoxdan gedib. Bu Boran kişigilin evi. Buradan var ya, yol gedirdi, yol yoxdur. Yol bağlar. O da Səvinliyin evidir. Bu ev demirəm ki, Yaqubgilin. O Boran kişinindir, bu da qardaşı. Qardaşı. Gedirik. Bura bizə nətədir? Bu ev kimin evidir? Bu ev Eldar müəllimin ata evidir. Atasının evi. Ay şənlik, bax, ay. Xanlar əminin. Xanlar. Bu evdə Müzəffər. Babanın evinə bax, ehdi. Müzəffər kişinin evi. Müzəffərin evidir. Bu evlər bir-birə yaxındır. Bu evlər kimindir? Bu Əhmədgilin evləridir. Əhməd var idi. Onların evidir. Ora bağlanır. Hara? O rəhmətli Şəmsədin dayıdır. Ora. Bu Sabir müəllim dediyim Eldar müəllimin at evidir. Buradan yol gedirdi. Balagil vardı, nə kim vardı, oralar nəsə bağlanırdı. Yol bağlanır. Bu rəhmətli Həsən babamızın tövləsidir. Tövlələri idi. Allah rəhmət eləsin. Oradan keçirdim. 2 mərtəbə evi var idi, 2 mərtəbə evdən. İndi əsərləmət qalır. Yoxdur. Bu ev kimin idi? Bu ev. Bura Hamargilin evidir. Baba, üzünü dağıdıqlar, bu hoz belə deyil. Sonradan tikilmiş hovuz. Üstü daha durur. Çəni o qədər girib için təmizləmişəm bunu. Bunun çölü
Bax görək. Deyir miskəklər atıb. Nə boyda 2 mərtəbə eviydi. Altı, o tərəfi köhnə kubikdən idi. Pilləkəninə bax. Bura fırlama pilləkən indi gəlib. Buradan fırlama 2-ci mərtəbəyə pilləkən çıxır. Hə, uy, hə. Hamısını da özü örmüşdü. Hamısını da özü örmüşdü. Yasəmən. O qarğılıq zat vardı. Bu Yasəmən dururdu. Var idi. Hə. Səhv eləmirəmsə Mahmud Gülün evi. Bu da Nusrət Sigilin evi idi. Deyə, Əmir yazıb bax, 1962. Evə. Nusrət Gülün oğlu Əmirdir. Deyəm, o yaxınlaşdı. Hə. 1960. 1966. Nusrət Gülün evi idi. Ay yox, bura şeyin evi idi. Bura Nazlı Qoca deyirdilər, onun evi idi. Ha bu... Bilmirəm. Mən nə bilmə alım baxdım. Mən biləm, Mahmud Gülün evi buydu. Ha. Evlərin qabağında söyləsi var idi. Hə. Qon çapırdılar orada. Bu deyəsən hovuzları idi, hə. Mahmud Gülün evi budur. Hər qapıda da hovuz var imiş. Hədə o vaxt, qədim vaxt şu... Deməli başlı böyük kənd oldu ve maşallah. Ha, Maqsudlu kəndi. Bax bu da... Şükür. Biz sonradan tikmiş, nəysə. Kök kişi vardı, onun evi. Gəl bari, Xangilin evi. Hansı? De, bax bu. Ev o ev. Hə. Bazı Xangilin evi deyir, bu da... Qabağında əl evi idi, nə idisə bilmirəm. Bir şeydir. Nə toyca yadından çıxır. Bu Bazı Xangilin evi. Bu... Asifgilin evi var bu. Hə, Asifgilin evi orası, gəl. Rəhmətli Hüsyanın qardaşı rəhmətə geçdi. Tanrım, inşallah rəhmət eləsin. Bu... Hə. Bu Cəfigilin tövlələri deyib, bu da Cəfigilin evi idi, babaş. Buradan babaş, bax. Yol bağlıdır, ha? Faxır məhəlləsidir, Hikmətgilin. Hə. Hikmətgilin. Ay Hikmət, bax evinizə. Gedik qapınıza, ay Hikmət. Ay Hikmət, çaydan zaddan qoydana qonaq gəlmişik. Hikmətgilin əl evlərin dağıtmışdır. Burada Salihgilin evi oydu. Böyük evmiş. Kimi? Onlar almışdılar deylə. Buradan gəlirdi, yol dönürdü. Ay Hikmət, sizin evdə elə bil ermənilər yaşayırmış, qaqa. Ha? Üstünə zadına dəymiklər. Salihgilin evidir. Buradan da bir yol gedirdi. O ev... O ev... Bu Hikmətgilin evidir. Buranın əsər stolbaza təkifini ayırmışlarsa bilmirəm. Ora Əbülfət dayıgilin evidir. Ora Kranovşik Bəliş dayıgilin evidir. Yora. Ha, oradan aynada bu Ələvsət dayıgilin evidir. Oradan aynada Tükançı Ələmdar vardı. Buradan aynaya getmək olmur. Yol getməyəm. Yol keçilməzdi. Buradan gedə bilmirik, üzrü sayın. Fındıq bir də alma bağı vardı. İndi əsər eləmət qalmıyor. Gəl, hala biz öz elinə geçsən. Bəhrus hələ öz evlərinə geri çıxmıyor. Tardanın evi. Allah rəhmət. Fındıqlar var idi, sonradan şey olur. Ay Asim, gör nə qəşəng eviniz oldu. Seçmez aldı. Haylan bindən aramızda bir dənə seçmez var. Yox, bu... Öz-özünə bitənməz o. Bu hamısı ölüb, bu qaravaşdı, maravaşdı. Bizim məhəllədə qozumuza bax, yandırıblar. Oy. O Taydanın evdə bir bax, stolba aramızda seçmezdi, gəl bura. Şimdi deyirlər, hamısı standart ağdan kubisindən tikilməyir. Bəris xatirələrini yaşa. Bax, bu pilləkən var, Hə. Bu pilləkəndə çəksə. Hə. Bu pilləkəndə Muratla Şəkirim var. Bura Kuxnaydı. Bura altının 12 yaşı alındı. Hasan babam tikib bunu. Özəliylə. Ora var, Hə. Bax, bu tindən orada darvazamız vardı. Orada heç nə yoxdur. Burada bir sən nə qədər qoz ağacımız vardı bizim. Ay, Yasəm. Deyirə, dur bax, qoz ağacından. Bax, Yasəmənlər var, Bəhdük Güzab vardı. Sahib kişi. Hə. Onların evidir. Yaxşı deyil. Bura. Bax, buradan dalından Tağ babamlığa yol var idi. Orayla. Bu ev səhv eləmirəmsə, bunlar ki
Maya vardı. Maya gilləriniydi. O ayna görsənən Hı. rəhmətli İrdam əlimdin evi deyir. Bu Paris. Kranovski Paris. Ha, Oğul məndən oxuydu, rəhmətə getdi. Vüqar Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Ha bax bu olar ne? Çökəkdi şimdi. Ay bu ev yaz. Gələndə ehtiyatlı ol. Əgər uşaqlar gəlmiş olar bura. Setkası da durur. Ay yox, mən belə şetra. Al qapısına yol gedirdi. Son şey çıxırdı, təndir torpağı çıxırdı. Camaat Hə. gəlib Hə, başa düşdüm. əllə yığıb aparırdılar, şey qoydular, təndir qoydular. Təndir. Bura şahmalı kişiydi. Ev olmalı, səhv eləmirəmsə. Buraları ilə qarışdırıram. Ailə gəldi ki, hə, onların evi idi. Sonra buydu ya da oğlusuydu. Ağalar var ya. Ha. Bax, Kö. ha, orada. Hansı? Safragil'in evi. Bak bu səhv eləmirəmsə şeyin evidir. Bak buradan da nəsə uçurduqlar. Burada Molla Vəlinin evi var idi ki aldı. Elxan aldı. Hə. Rəhmətlik Binnətin oğlu Elxan. Buralar üyə buradan yol düşürdü. Ha bak buradan dönürdüm. Gedirdim oradan diye qabaqdan belə yol gedir. Bura Mehman. Bax ora uçurduq dağıdıblar. Ya oradı ya o evdi. Xıdır Dagir'in evidir, Mehmangilin. Bu kimin evidir bilmirəm, fikrimdən çıxıbdı. Bax oralar o üstdəki Sakitgilin eviydi. Hı. Rəhmətli Yıldırım kişinin eviydi. Kanalın üstündən də yol gedirdi Talışlara. Baya, ot presiflər, buranı əkiflər. Yoldan keçdik. Bizim evlərə. Yol gəlirdi buradan belə. Yoldan əsər olmaz qalın. Ha, bu arkadakı ev kimin evi olur? Hansı? Vallahi o yadımdan çıxıb. Deyək o təpədəki bə. Ha bu Bəhmən kişinin evi. Salih heysiyyətin Bəhmən. Hə. Bu Kamal Əminin eviydi. Sonradan. Ha bu qoz ağacı. Kölələri zadıydı bura. Ha burada sizin darvaza var. Nə ağac tut? Bu sizin ev odur. Bu babanın evidir. Şahsın əmi sonradan evlənəndən sonra. Bax bura alt evimiz idi. Ay qaqa burada kim yaşayırdı? Harda? Burada. Ramiz müəllim kim yaşayırdı? Elə. Hə. Buraydı. Arka taraf bu babalarınızın babasının evi olur. Ha. Romangil orada kaldı. Bu Hasan əminin evidir. Hə bu. Ha bura evləri idi. Saydaşından zabor Evdən idi. əsərləmət qalın. Heç nə qalmır. Orada kanaldır. İndi gedəcəyik. Burada kəndin ayağı. Məhəllənin ayağı da bura. Böyük. Burada Sağ Səmədlərdir. Ora nə ilə yol hardan keçir? Gel buradan gedib kanalın üstünə fırlanıb gəlib buradan belə girirdi. Kanal maşallah böyük bir kanal. Ağaçlara gedən yoldan. Videonun sonudur. İnşallah Yolun biri də o yüzden. burada qayıdıb, qurub, tikib yaşayarıq Allahın izni ilə. Salamat qalın. Salam aleykum.